Salam, əziz həmvətənlər, dəyərli dostlar, hörmətli xanımlar və bəylər. Xoş gördük, axşamınız xeyir olsun. 164 min, maşallah 165 min bir şey qalmayıb. Cəmisi 804 nəfər belə. İnşallah onu da tezliklə bir yaxalayarıq, o 165 min rəqəmində, gözəl rəqəmdir. Dostlar, yenə də mövzumuz qonşumuzda qan qardaşlarımıza qarşı törədilən bəşəri, insani cinayətlərlə bağlı İsrail terrorunun, terrorçu İsrailin cinayətləri ilə bağlı olacaq. Mən son vaxtlar izləyirəm Azərbaycan mediasında, müxtəlif televiziyalarda, saytlarda demək olar ki, Azərbaycanda kiçik də olsa, az da olsa müəyyən bir qisim İsrail yönlü təbliğat aparmaqla İsrailin Təbrizi vurmasına, türkləri öldürməsinə haqq qazandırmağa çalışırlar. Bu adamlar həm də özlərini uzun müddət Turancı, türk nə bilim pərəs, türkün başqa dostu yox deyən qədələrdir. Mən əvvələ də demişəm, bir daha təkrarlamaqda fayda görürəm, istəyirəm bunu da yadda saxlayasınız. Dostlar, türkçülüyü, Turan, Muran, bunları çox təbliğ edən adamlardan şübhələn. Mütləq şübhələn, mütləq. Türkçülüyü, Turan ideyasını hədsiz, yersiz yerə, yeri gəldi, gəlmədi, təbliğ edənlərdən şübhələnin. Bu əsas məqam gəlib çatıb, bu məqamda barmağını qaldırır. Siyonistlərin xeyrinə ki, nə türk, nə zal, vurun, öldürün, Təbrizi öldürün, dağıdın. Sual bugünkü verişimizin adı belədir. Türkləri, müsəlmanları öldürməyə bu İsrailə kim icazə verib? Və bunun səbəbi nədir? Qardaşlar, bacılar, istəyirəm hamımız bir şey bilək. Dəfələrlə deyilir, bu da köhnəlmiş və çeynənmiş ifadələrdir ki, sən əgər dövlətinin sahib çıxmayacaqsansa, ona sahib çıxana tapılacaq. Vəssalam. Hər şey xalqın özündən asılıdır. Bugün Azərbaycan hakimiyyəti dildə güya güneydəki türklərin yanında olduğunu desə də, əməldə İsrailin yanındadır. Azərbaycan hakimiyyəti ilə onun ailəsi, arvadı, uşağı, nəsil nəcəbəti İsrailin yanındadılar. Bunu istəyirəm mənim xalqım bilsin. Əməl İsrailin xeyrinədir. Və bugün Azərbaycanda bir çox televiziyaların vasitəsilə İsrailin haqlı olduğunu təbliğ edən verişlər verilir. Siz bilirsiniz ki, Azərbaycan hakimiyyətinin razılığı olmadan o verişlərin biri də efirə gedə bilməz. Qətiyyən. Heç kəs özünü aldatmasın. Təkrar edirəm. Azərbaycan hakimiyyətinin razılığı olmadan İranın əleyhinə indiki qarşıdurmada İsrailin xeyrinə bir adam da danışa bilməz Azərbaycanda, televiziyalarda. Bu çox qorxuludur, dostlar. Niyə? Çünki 3-cü dünya müharibəsi təhlükəsi var. Bu müharibənin nəticələri mütləq bizə təsir edəcək. Bütün bunlar ortada ikən, hələ də Azərbaycan xalqında vahid ictimai bir mövqeyinin formalaşmasına mane olanlar var. Dövlət səviyyəsində xalqın bu hadisələrə münasibəti necə olmalıdır? Onu deyən yoxdur, formalaşdıran yoxdur. 5-3 dənə televiziyadıq belə, oturmuşuq. Onun başında əlbəttə ki, Azəfirdim gedir önündə. Çalışırıq ki, xalqımızı belə tarixi məqamlarda səhv mövqedən kənarlaşdıraq həmişə. Deyə bilərsiniz ki, sən nə bilirsən ki, sənin dediyin mövqe düzdür. Həqiqət Allah bir təbii. Amma gözümüzün qarşısında faktlar var. Əgər o faktları görə biz hələ də özümüzü körluğa, qanmazlığa qoyub nəsə İsrailə haqq qazandırmağa çalışacaqsa, bu demək ki, biz doğrudan qanmırıq, başa düşmürük, savadımız yoxdur, bu şeylərdən uzaq durmalıyıq. Siyasət bizdə deyil, ya da qaraz deyil. İsrailin pulunu hürürük və salamını, başqa adı yoxdur. Ya təcrübəsizlik, savadsızlıq ki, bura sənin meydanın deyil, siyasət, ya da tapşırıq icra eləməkdir.
Vaxtilə bu Amerika İraka da demokratiya getmək adıyla, güya orada kütləvi qırğın silahlar var, onları ləğv eləmək adıyla qoşun yeritdi, məhv elədi 1500-2000-lik tarixi. İraq viran qaldı. Parsaladılar, dağıtdılar. Düzdürmü? Sonra da etiraf edildilər ki, orada səndə silah yox imiş. Kimi tutdular, kimi cəzalandırdılar, milyonlarla insan öldü. Kimi cəzalandırdılar? Onlar üçün müsəlman insan deyil. O qüvvələr üçün, o beynəlxalq mərkəzlər üçün müsəlmanlar insan deyil. İndi də insan olmayanlar kateqoriyasına türkləri də qoşublar. Təbrizi bombalayırlar. Bir durub ayağı deyir ki, düz eləyirlər, nə var ki orada? Belə bir şey var da, iki dalaşan şəxslə bağlı Diqqətlə qulaq asın dostlar. müşahidə aparanda görürük ki, əsəbləşən tərəf yavaş-yavaş başlayır uduzmağa. İran indi əsəbləşən tərəfdir. İsrail, yəni bu bir həftə ərzində həqiqətən də çox dəqiq, planlı, hesablanmış hücumlar etdi. Bəli, təmkinlə üzdə hücumlar etdi və Sən demə, uşaqları öldürmək, qadınları öldürmək, xəstəxanalara vurmaq çox təmkinli olmaq deməkdir. İranda həqiqətən də çalışdı ki, dinc əhaliyə zərər yetirilməsin, maksimum buna səy göstərdi. Yəni az da olsa zərər yetirsə də, yəni mümkün qədər mülki şəxslərin zərər görməməsi üçün əlindən gələni etdi və buna da nail oldu. Bu adamın deməli fikrinə görə Təbrizdə ölən adamlar, mülki adamlar, adam deyil o türklər. Bunlar bu adam siyasətdən çıxarıb. Bunun qarşılığında İran nə etdi? İran əlindən gələni etdi ki, İsraildə məhz mülki hədəfləri vursun. Dostlar, xahiş edirəm, hamımız fikrini yazsın. Bu tip adamların belə danışmaqda məqsədi nədir? Onlar bir danışmağa məcbur edən nə var görəsən? Dünyanın gözü qabağında Qəzza soyqırımı var. Xristiyanlar əzizən vətənlər, xristiyan dövlətləri Netanyahunu cinayətkar ediblər. Haqqında hökm çıxarıblar xristiyan dövlətləri. Avropa. Və genosid cinayət törətdiyi dövlətləri ittiham edirlər. Azərbaycanda türkçülüyü təbliğ edən bəzi gədələr, bu gədə kimi, çıxıb efirdə İsraili müdafiə edirlər. Yəhudilər özləri Netanyahunun bu hərəkətlərini cinayət elan ediblər. Onun əleyhinə mübarizə aparırlar. Azərbaycan hakimiyyəti Netanyahunun yanındadır. İsraili müdafiə edir. Təsəvvür edirsiniz, dünyada bir çox yəhudilər var ki, çıxıblar kütələrə, Netanyahunu ittiham edirlər. Məşhur bilirsiniz, yayılıbdır bir qrup İsrailli müharibəni dayandırın, İran biz səndən üzr istəyirik, biz sülh tərəfdarıyıq deyə nümayiş keçirirlər. Bunun müqabilində Azərbaycanda bəzilər çıxırlar efirə, bəzən deyirlər ki, biz İsraili qınıyırıq, başlayır dalınca İran haqqında danışmağa. Və İran haqqında o qədər eyiblər deyirlər ki, şuur altına yeridirlər ki, düz vururlar, düz olmalıdır, elə İsrail düz eləyir. Bu adamlar ya ümumiyyətlə siyasətdən anlayışları yoxdur, ya da sadəcə tapşırıq eləyirlər. Adamın əvvəlcədən qoyulmuş proqramı budur ki, bu məqamda bu mövqe tutmalısa məsələn. Mən istəyirəm, hamı öz fikrini desin. Mən söhbət pəncərəsində də bu gün link atacağım. Kim istəyir, tamaşaçılardan öz sözüm deyə bilər. Mən istəyirəm ki, müzakirəni elə aparaq ki, xalq özü həqiqəti müəyyənləşdirsin, mövqeyini özü müəyyənləşdirsin. Bizim dünən dostlar, efirimizdə olan söhbətlərlə bağlı mənə çoxlu iradlar bildirilib, ittihamlar bildirilib. Özü mənim ünvanımız ağır ittihamlar deyib bəzi dostlar. Güya ki, mən qəsdlə, nə bilim, İsrailin tərəfində olan adamlara çadıram efirə, efir verəm onlara, uğra istədiklərini danışırlar, nə edirlər. Qardaşlarım, mən sizə bir şey deyəcəyəm. İstəyirəm, mənim bu məsələlərə münasibətimi dəqiq hamı başa düşsün. Bir dəqiqə mənə rejissorumuz bir material atdı, görüm o nə materialdır. Bir var ki, bir tərəfli qaydada mən hər hansı bir fikir burada səsləndirəm. Sinandırmağa çalışam ki, qatıq ağdır.
Bizdə var. Mən bunu debat şəklində qarşı mövqenin təmsilçisi ilə mübahisə və müzakirələrdə sizə inandıram. Sizdə bu hansı yaxşıdır? Siz hansısa da daha çox inana bilərsiniz, inanarsınız. Və inancınız stabil olar. Ardıcı olar, möhkəm olar. Təbii ki, bəli, tamamilə haqlı yazırsınız. Təbii ki, debatda qarşılıqlı arqumentlərlə. Və burada mən dedim, qatıq adı vəstarım dedim, amma rəqib olanda mən məcburam ki, arqumentlər gətirəm. Öz fikrimi dəlillərlə, məntiqlə izah edəyəm. Onda sən daha çox inanacaqsan. Daha rahat öz mövqeyini müəyyənləşdirəcəksən. Ona görə də bizim efirdən mən həmişə çalışıram ki, müxtəlif fikirlər, müxtəlif mövqelər ifadə olunsun, deyilsin. Qiymətdə sən verəsən.